Və Economics ölkə və dünya iqtisadiyyatına baş verən xəbərləri təqdim etməsi üçün qonşu studiyada olan həmkarım Rasim Şərifova bağlanırıq. Rasim, buyurun. Hər vaxtın xeyir olsun, Günel. Bizim də əllərlə bağlı bir xəbərimiz var. Qeyd edim ki, yaxın vaxtlarda bu kateqoriyadan olan insanların işlə təmin edilməsinə bağlı hökumət çox maraqlı bir layihə üzərində iş aparır. Təbii ki, digər xəbərlərimiz də var az sonra. Söz sizdədir. Beləliklə, ekonomik səfirdədir. Azərbaycanın strateji valyuta ehtiyatlarının artım dinamikası aşağı düşüb. 30 noyabr tarixində olan məlumata görə Mərkəz Bankın valyuta ehtiyatları 15 milyard manata yaxın olub. Bu göstərici oktyabr ayına nisbətən 37 milyon manat az deməkdir. Bu ilin əvvəlinə bankın ehtiyatları 6% artdı. Müqayisə üçün bildirək ki, 2013-cü ilin 11 ayında bankın ehtiyatları 18% artmışdı. Yəni, bu il bank ehtiyatlarının artım tempi 2,4 dəfə aşağı düşüb. 50'li olan şəxslərin avtomobil və mənzilə təminatı işləri sürətləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov belə deyib. Bildirib ki, 50'lərin reabilitasiyası üçün Xəzər dənizi sahilində böyük reabilitasiya mərkəzi inşa olunacaq. Nazir, fiziki qüsurlu insanların işlə təminatına da diqqətin artılacağını açıqlayıb. İşçilərin müəyyən hissəsinin deməli, sağlam imkanları məhdud insanların olması tələb olunur. Bu istiqamətdə biz fəaliyyəti gücləndirəcəyik və yəqin ki, əmək qanunvericiliyinə, məşğulluq haqqında qanunvericilər müəyyən dəyişiklik edib. Bu tələbi yerinə yetirməyən işə götürənlərə qarşı tətbiq olunacaq cərimələrin maliyyə sanksiyalarının artırılmasını təklif edəcək. Hazırda bu istiqamətdə işlər gedir. Amma dünya təcrübəsi göstərir ki, kvotadan daha çox əlillər üçün xüsusi iş yerlərinin açılması istiqamətində atılan tədbirlər, yerinə yetirilən tədbirlər, atılan addımlar daha səmərəlidir. Rusiya ilə Türkiyə arasında qaz tədarükü ilə bağlı əldə olunan razılaşma TANAP-ın reallaşmasına təsir etməyəcək. Türkiyənin Energetika və Təbii Ehtiyatlar Naziri Taner Yıldız belə deyib. Bildirib ki, TANAP ölkəsi üçün vacib layihədir və nəzərdə tutulduğu kimi də reallaşdırılacaq. Bu arada Rusiya Türkiyə təbii qazın nəqli üçün yeni şirkət təsis etməyi planlaşdırır. Biz Türkiyə tərəfi ilə boru kəmərinin tikintisi üçün yeni şirkətin təsis edilməsilə bağlı birgə müzakirələr aparmağa hazırıq. Onlar layihəyə maraq göstərirlərsə, onları daha yaxından iştirak etməsinə şərait yaradacaq. Layihənin realizasiya üçün hüquqi şəxs Rusiya Federasiyasına məxsus olacaq, həmin hüquqi şəxsin təsisçisi funksiyasını Gazprom yerinə yetirəcək. Rusiyanın cənubi axını iqtisadi cəhətdən Avropa üçün sərfəli deyil. Avropa İttifaqındakı mənbələr layihənin bu səbəbdən dayandırıldığını iddia edirlər. Müstəqil ekspertlərin fikrincə isə bu məsələdə Bolqaristanı günahlandırmaq düzgün deyil. Dünya bazarında neftin və qazın qiymətinin aşağı düşməsi cənub axını boru kəmərinin nəqli üçün zəruri olan maliyyə məsrəflərini artırır. Bu layihədən geri çəkilmək Gazprom şirkətinə enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi nəticəsində meydana gələn zərərin kompensasiya olunmasına kömək edəcək. Neftin qiymətinin aşağı düşməsi Amerika Birləşmiş Ştatları iqtisadiyyatına müsbət təsir edib. New York Federal Ehtiyatlar Bankının rəhbəri William Dudley bildirib ki, ucuz yanacaq Amerikalılara digər mal və xidmətlərə daha çox pul xərcləməyə imkan yaradır. Neft və qaz hasilatına investisiya qoyan şirkətlərin risklərlə üzləşməsi faktını çox da şişirtmək lazım deyil. Zənnimcə Federal Ehtiyatlar Banklarına bazı dərəcələrin artırılması məsələsinə ehtiyatla yanaşmaq daha vacibdir. İşsizlik həddi və inflyasiya səviyyəsi arasında faiz bölgüsü nisbəti birincilərin xeyrinədir. Bu səbəbdən kredit pul siyasətinin əvvəlcədən normallaşması riski daha çoxdur. Buna görə də dərəcələrin yalnız gələn ilin ortalarında artırılması gözləntiləri özünü doğruldur. Qiymətli metallar bazarında qızılın qiyməti $1200 psixoloji həddən yuxarı qalxıb. Son qiymət dünya iqtisadiyyatına müəyyən canlama yaradıb. Analitiklər qiymət artımının bir neçə səbəbini açıqlayıblar. Onların fikrincə Moody's Beynəlxalq Reyting Agentliyinin Yaponiyanın suveren reytinginin aşağı salmasından sonra bazar qızılın qiymətinə bu cür reaksiya göstərib. Digər səbəb kimi isə dolların bir qədər zəiflik nümayiş etdirməsi olub. Eyni zamanda dünya iqtisadiyyatının inkişaf tempinin ləngiməsi investorları daha etibarlı sığınacaq axtarışına sövq edib ki, bu baxımdan da ucuz qızıl ən etibarlı seçim olub. Daha bir səbəb isə Hindistanın qızıl ixalına qoyduğu məhdudiyyətləri yumuşaldılması sarı metalın qiymətinin artımına təkan verib.
takes over the Icelandic banks. UK. Hələ noyabrın ortalarında biz qızılın qiymətinin artacağı barədə proqnozlar verirdik. Buna şərh verərkən qeyd etmişdik ki, qiymət enməsi potensialı tükənir. Çünki bazarda tələb və təklif arasında qeyri-tarazlıq mövcud idi və bazar gec-tez həmin vəziyyəti düzəltməli idi. Hazırda Şanxay birjasına hər həftə 60 ton qızıl buraxılır. Sentyabrda Hindistana 94 ton qızıl ixal olunub. Rusiya 37 ton qızıl alıb. Ayrı-ayrılıqda bu rəqəmlərə diqqət etdikdə həftəlik tələbatın 400 ton olduğu qənaətinə gəlmək olar. Ekspert yalnız bir ölkənin nümunə kimi göstərdiyini qeyd edərək bildirir ki, tələbatın 400 ton olması fonunda təklif cəmi 230 ton təşkil edib. Qalan ölkələrdə disbalans yəqin ki, daha böyük olmalıdır. Qızıl bazarı elə də geniş deyil. Ona görə də kimsə ucuz qiymət alır və müəyyən dövrdən sonra qiyməti kəskin artıraraq baha qiymətə satmağa çalışır. Ekspertin sözlərinə görə qızıl investorlar üçün son il olduqca ağır keçib. Onların qızıl hasilatı şirkətlərinin səhmlərinə kapital qoyduqları halda sarı metal bazarda enmə trendi nümayiş etdirib. Elə qeyd olunan səbəblərdən qızıl dəyərini artırmaqda davam edir. Onun bir unsiyası 1201 dollara təklif olunur hazırda. Gümüşün qiyməti isə düşüb. İndi bu metalı 16 dollara 38 sent almaq mümkündür. Platin, palladium bağlaşsa da digər metallar ucuzlaşıblar. Neftin qiymətində isə azalma tendensiyası davam edir. Amerikanın New York Əmtəl birjasında əraza çıxarılan light markalı qara qızılın bir bareli 67 dollar 26 sentə qədər ucuzlaşıb. London birjasındakı Brent nefti isə ucuzlaşaraq hər bareli 70 dollar 86 sentə satılır. Amerikanın əsas aparıcı səhmləri enişlə üzləşiblər. Yalnız Nasdaq 100 nisbətən artım edib. Yaponiya Nikkei 225 indeksi də dəyərinə 0,11% itirib. Avropanın aparıcı səhmləri isə fərqli dinamika nümayiş etdiriblər. Almaniyanın DAX ucuzlaşsa da Britaniyanın FTSE 100-ü 1,3% dəyərini artırıb. Vahid valyuta dəyərini itirməkdə davam edir. Bu saat avro dollar 1,2076-dır. Dollar yen 119, funt sterling dollar isə 1,56-57-yə mübadilə olunur. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənələr isə belədir. Dollar yen 78 qəpik yarıma mübadilə olunur. 1 avronu 97 qəpiyə almaq mümkündür. Rusiya rubli isə tarixin ən minimum həddinə düşərək 1,5 qəpikdən də aşağı enib. Türk lirəsi isə 35 qəpikdən bir qədər yuxarıdır. Hörmətli tamaşaçılar, sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 997-61-57 nömrəli qaynar xəttimizə də zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Liza televiziyasına göndərə bilərsiniz. Bizə ayrılan vaxt bu qədər. Günel, buyur, söz yenidən sənindir. Təşəkkür edirəm.